İkimiz də xaricilərlə bir evdə qalmışıq, yaşamışıq. Ən qəribə belə ev qaydaları nədir onların? Ki, yəni deyirsən ki, buna da danışmazsan da. Bax mən birini deyim sənə. Biri mənim qaldığım məsələn deyir ki, bax mən saat 9-da deyir falan yatıram, 9-10 yarısı. Çalış 9-10 yarısından sonra hamama girmə. Çünki hamam onun otağına yaxındır. Şərt kimi demir, amma mənim məsələn tık səsi oyadırdı. Adi qapını deyir açıb bağlamalı. Mən tərsini yaşamışam. Mətbəx mənim otağımın düz yanında olub və indi təbii ki, buradan oruslarını Allah qəbul etsin. Amma saat 4-də də durub mətbəxi dağıtmarsan da, yəni. Və haralıydılar? Afrikalı haralısa bir. O məni çox narahat edirdi, amma heç də demirdim təbii ki. İndi burada faktorlar çoxdur. Orus tutmaq falan, yəni narahatçı, okey də. Biraz da qara olmaqları, zənci olmaqları səni qorxudurdu yoxsa? Xanım idilər özdə. Hə, xanım idi. Heç nə deyəmirsən, niyə? Amma onların özü başa düşməlidir ki, okey, mən imsak eləyirəm, amma bəs burada bir nəfər yatır da. Bax, bəzi insanlarda empatiya duyğusu heç yoxdur, burada məni çox narahat edir həqiqətən. Yəni sən onu ora bax, bunu yerə bura belə də qoya bilərsən, belə də qoya bilərsən. Ay sağ ol. Niyə ikinci? Hə, amma yox, ev qaydaları çox qəribədir burada. Polyakların ev qaydaları. Polyaklar çox limitdir. Yəni bir evdə yaşayanda polyaklar çox limitdir. Okey, nəsə Yəni məsəl üçün tefalı var atıram. Özü həftə sonları gedir də ailəsinin yanına. Tefalı götürəcək mətbəxdən, qoyacaq, qaydanda bir də çıxardacaq. Onun tərsini fikirləş. Azərbaycanlılar da biraz çox yaxındır da bir evdə qalmağa. Onunla qalmaq çətindir. Yəni ki, elə bil hər şey nəyin varsa həm də o bir şəxsin. Elə bil heç də sənin deyil də, bir də axıra kimi. O da biraz var. İndi bu da təbii ki, xarakterdən asılıdır. Bir insan necə yaşamaq istəyir. Amma ümumiyyətlə həqiqətən mənə görə ən yaxşı variant imkan daxilində salon ev tutub tək yaşamaqdır. Yes. Düz bahadır, amma başın sakit. Hə, 1000 zlot fərq edir normal ev otaqla, amma həqiqətən çox sakit və rahat qalırsan. Ev tutun, Evsiz qalmayın.